Əziz şagirdlər, baxaq 20 nömrəli testdə Arximed qüvvəsi bölməsinə aid tarazlıqda olan və çəkisi nəzərə alınmayan çubuqdan M1 və M2 kütləli cisimlər asılmışdır. Birinci cismin həcmini verib, sıxlığını verib. Baxın, birinci cismin həcmi və sıxlığı məlumdur. Demək ki, biz birinci cismin kütləsini təyin edə bilərik. Öncə sıxlığı çevirməliyik kub santimetrdən metr kubuna. Çünki görürsünüz ki, sıxlığın vahidi kiloqram böl metr kubundan verilibdir. Ona görə 20 vuraq 10 üstü mənfi 6 kub metr. Həcmi çevirdikmi metr kubuna ipin gərilmə qüvvəsini bizdən istəyir. Baxırıq bu məsələni həll etmək üçün bizə ipin gərilmə qüvvəsi T1, burada da T2 və M2 kütləli cisim var. Baxın, məsələdə bir çox məhsul kəmiyyətlərimiz var. İndi biz linklərdə işləyəndə dayağı sürüşdürmə metodundan istifadə edirdik, dayağı yerləşdirirdik məhsul bir kəmiyyətin altına və həmin qüvvənin momentini sıfırlayırdıq. İndi gəlin görək, dayağı məsələn yerləşdirsəm burada, dayağı burada yerləşdirsəm T gərilmə qüvvəsi momentini sıfırlayaram. Mənim əlimdə qalar onda T1 və T2-yə görə momentlər tənliyini yazaram. Və bunu yazmaqda yazarkən artıq T1 də məhsuldur, T2 də, M2 də məhsuldur. Sadəcə M1 bizə əlimizdə var. M1-i taparıq ρ1 V1-dən. Amma digər kəmiyyətlər məhsuldur. Ona görə T''nin momentini sıfırlamaq yəni heç bir işə yaramır. Çünki bu zaman əlimizdə çoxlu məhsul kəmiyyətlər qalmış olar. Ona görə gərilmə qüvvəsinin momentini sıfırlamırıq. Gərilmə qüvvəsi bizə lazımdır. Gətirib dayağı yerləşdirsəm burada. Dayağı yerləşdirsəm burada. T2 ilə M2 yenə məhsuldur, bir dənə də T məhsuldur. 3 dənə məhsul kəmiyyətim olur. Demək, dayağı burada da yerləşdirmirəm. Dayağı yerləşdirirəm T2-nin altında. Dayağı T2 ipinin altında yerləşdirsəm, deməli, baxın burada, dayağı burada yerləşdirəndə T2 və M2J'nin, yəni bunların momenti sıfırlanır. Bunlar artıq sıradan çıxdı, bizə lazım deyil. Baxırıq nəyə? Artıq dayağı yerləşdirdim burada. Mən dayağa nəzərəm, baxın, dayağa nəzərəm momentlər tənliyini yazacağım. T gərilmə qüvvəsi linqi saat əqrəb istiqamətində, digər tərəfdə olan T1 qüvvəm isə saat əqrəb əks istiqamətdə fırladır. İndi baxırıq, momentlər tənliyini yazmadan öncə M1-i təyin edək. M1 bərabərdir. Yəni, M1-i təyin edək. M1 bərabərdir. ρ1 vuraq. V1 bərabərdir. ρ1-im 4000. V1'im 20 vuraq 10 üstü mənfi 6. O da bərabərdir 8 vuraq 10 üstü 3. Birdən də 0 buradan 10 üstü 4. 10 üstü mənfi 2. Bərabərdir, bunu yazarıq 0,8. Onda M1 kütləli cismin ağırlıq qüvvəsini təyin etsək M1J bərabərdir 0,8 vuraq 10. 0,8 Newton alarıq. İndi deməli bu cismin aşağıya doğru ağırlığı oldu 0,8 Newton. Eyni zamanda bu cismə təsir edir F Arximed qüvvəsi. Onda biz bu ipdən asılmış cisimlər üçün tarazlıq şərtinə əsasən T1 plus F Arximed bərabərdir M1J tənliyini yazıb, buradan bizə məhsul olan T1 gərilmə qüvvəsini təyin edə bilərik. M1J minus F Arximed bərabərdir M1J bizdə təyin etdik 0,8'dir. Gəlin öncə 0,8 çıxaq. F Arximedin yerinə yazaram. F Arximedi gəlin kənarda təyin edək. F Arximed bərabərdir Romaye J V cisim. Yəni birinci cisimdən söhbət gedir. Romaye J'miz elədi 10 üstü 4. V1'imiz də 20 vur 10 üstü mənfi 6. Buradan alarıq 0,2. Aha. 0,2. 0,8-dən 0,2 çıxdıq, 0,6 aldıq. Deməli, bu ipdəki gərilmə qüvvəsini aldıq 0,6. Düzdürmü? İndi T1 gərilmə qüvvəsi, dayaqdan olan qolu neçə bölgüdür? 1, 2, 3, 4, 5 bölgü. Bərabərdir T-nin dayaqdan qolu 1, 2 bölgüdür. T-nin dayaqdan qolu. T vuraq 2. Buradan biz təyin etməliyik T-ni. T bərabərdir. T1 vuraq 5 bölək 2. T1'imiz 0,6. Vurduq 5'ə, böldük 2'yə. Aldıq 1,5 Newton. Deməli, ipin gərilmə qüvvəsi 1,5 Newtona bərabər imiş. Bu qədər.